Maşın almağa qərar verdiyiniz və ilk dəfə maşın almağa getdiyiniz günü xatırlayırsınız? Əgər siz də mənim kimi uşaqlıqdan maşına həvəsi olmayan biri olmusunuzsa, böyük ehtimal ki, maşın baxmağa getdiyiniz zaman yanınızda kimisə aparmısınız. Çünki maşına aid olan terminlərin bir çoxunu bilmirdiniz. Bu videoda maşın haqqında danışmayacağım, çünki bu videonun mövzusu başqadır. Amma müqayisə edə bilməyiniz üçün misalı maşın üzərindən verdim. 2021-ci ildə ilk dəfə kamera seçimi eləyərkən mən də həmin o maşın almaq istəyən şəxslərlə eyni vəziyyətdə idim. Yəni hansı kameranı alacağımı, nəyə əsasən seçim edəcəyim haqqında heç bir məlumatım yox idi. Yanımda olan bəzi şəxslər mənə deyirdi ki, kamerada filan şey olsa daha yaxşı olar, amma mən o filan şeyin nə olduğunu bilmirdim və elə düşünürdüm ki, bütün kameralar əslində eyni işi görür. Və elə ilk səhvimdə araşdırmadan kamera almaq oldu. Əlimdə gördüyünüz kamera mənim ilk aldığım kameradır və bu kameranı almaqda məqsədim sizlər üçün belə videolar çəkməkdir. Amma təəssüf ki, bu kameranı aldıqdan sonra nə bu kameranın verdiyi keyfiyyət, nə rəng, nə də ki, başqa özəlliklər məni qane eləmədi. Və elə ona görə də həmin dövrdən artıq belə videolar çəkmək qərarından döndüm. Bir il ərzində həm bu kameranı istifadə elədim, həm də kameralarla bağlı araşdırma aparıb öyrənməyə başladım. Və artıq bir ildən sonra yeni kamera seçimi eləyərkən hansı özəlliklərə diqqət etməli olduğumu öyrənmişdim. Əgər siz də həvəskar və ya peşəkar səviyyədə videografiya, fotoqrafiya sahəsində maraq göstərirsinizsə, kamera almamışdan qabaq mənim etdiyim səhvləri etməyin və mütləq şəkildə kameralarla bağlı araşdırma aparın. Kameralar arasında fərq nədir? Siz hansı istiqaməti seçəcəksiniz və sizin seçdiyiniz istiqamətə uyğun olan kamera ayarları hansılardır? Seçdiyiniz kamera sizin istədiyinizi verəcəkmi və s. Bunlarla bağlı yaxşı araşdırma eləməyinizi tövsiyə edirəm. Bu kanalda gələcək videolarda bunlarla bağlı yavaş-yavaş sizlərə məlumat verəcəm ki, sizlər də mənim etdiyim səhvləri eləməyəsiniz. Və kameralar, onların istifadəsi və özəllikləri ilə bağlı sualınız olarsa, şəxsidən mənə yaza bilərsiniz.